Salam Simnarə, hər vaxtınız xeyirli olsun, bayramınız mübarək. Bəli, Səudiyyə Ərəbistanında həcc ziyarəti davam edir. Bu günləri zəvvarlarımız Mina ərazisində qurbanlarını kəsdilər. Elə hazırda bayram havası qeyd olunur Mina ərazisində. Elə istərdim ki, zəvvarlarımızın təəssüratını öyrənim. Nurəngiz Heydarova var. Elə ilk öncə ondan başlayayım. Salam Nurəngiz xanım, təəssüratlarınızı öyrənmək istərdim. Bayramınız mübarək, buyurun. Mən də salam deyirəm bütün Azərbaycan xalqına, bütün ziyarətə gələn xanımlara, qardaşlara, hər birinə təşəkkür edirik. Başda Şeyx Həzrətləri olmaqla, sonra bütün xalqımızın, millətimizin bu bayram günü mübarək olsun. Allah-u Teala cəmi arzusunda olanlara qismət eləsin. Əjdər qardaşımıza, həkimlərimizə, hamı gözəl yardım ediblər. Biz hamısına təşəkkür edirik, sizə də təşəkkür edirik. Hamının bayramı, xalqımızın, millətimizin bayramı mübarək olsun. Şəhid anaları var bizlə. Biz onlara təşəkkür edirik və onların qarşısında baş əyirik. Arzu edirik ki, bir daha ölkəmiz müharibə ilə imtihan olmasın inşallah. Təşəkkürlər, çox sağ olun. Rüfanə xanım, hazırda zəvvarımız Rüfanə İskəndərova var. Elə onun da təəssüratlarını öyrənək. Bayramınız mübarək, buyurun. Salam, hər vaxtınız xeyir olsun. Çox sağ olun. Mən də sizin bu müqəddəs Qurban Bayramı münasibəti ilə başda bizim ölkəmizin prezidenti İlham Əliyev cənablarına, Şeyx Həzrətlərinə, Qafqaz Müsəlmanlar İdarəsinin Şeyx Həzrətlərinə rəhbəri olaraq hamısına biz dərin təşəkkürümüzü bildiririk. Bu gözəl ziyarətdən həqiqətən biz zövq aldıq. Ziyarətimiz çox gözəl keçdi, çox gözəl bizə qulluq olunur. Burada hər şey yüksək səviyyədədir. Allah bütün Azərbaycan xalqının bayramını təbrik edirəm, mübarək olsun. Şəhid analarının qarşısında baş əyirəm. Bizimlə zəvvarlar var idi, qazi anaları, şəhid anaları. Allah onlara da səbir versin. Ölkəmiz bir daha belə bir ağrı acı yaşamasın. Bayramınız bir daha mübarək olsun. Təşəkkür edirəm. Biz də sizə təşəkkür edirik. Çox sağ olun, bayramınız mübarək. Razı olsun. Təşəkkürlər. Bəli, qeyd edim ki, mənim müsahibim zəvvarlarımız idi Azərbaycandan gələn həcc ziyarəti üçün. Onlar bu günləri Səudiyyə Ərəbistanının Mina ərazisində öz qurbanlarını kəsdilər. Hələlik bizdən bu qədər. Sözün yenidən sizə ötürürəm Simnarə, buyurun.